Salam əziz tələbələr, hər kəsi Master Əlifba Tədris Mərkəzi adından salamlayıram. Bugün mən sizə ingilis dilindən 25 yanvar 2026-cı ildə keçirilmiş sınağın izahını edəcəm. İcazənizlə birinci readingdən, yəni mətnlərdən başlayaq, daha sonra listeningin izahına keçəcəm. Əvvəlki videolarımızda readinglərin və listeninglərin açar sözləri barədə məlumat vermişik. Bugün sizə konkret mətndə variantların nə üçün doğru və yaxud yanlış olduğu barədə məlumat verəcəyəm. Getdik. Gəlin baxaq suallara. 6.1 6.1-də deyir ki, bu tərəfə keçim. Okay. 6.1-də cavab doğrudur. Nəyə görə? Scientific evidence suggests that the transition from a warm climate to intense cold can happen within a lifetime. Elmi sübutlar göstərir ki, isti iqlimdən kəskin soyuğa keçid bir insan ömrü ərzində baş verə bilər. Bu doğrudur. Gəlin mətnə baxaq. Mətndə göstərilir ki, alim deyirdi ki, istidən soyuğa keçid cəmi bir neçə 10 illik ərzində baş verə bilərdi. Yəni, bu da insan ömrünü əhatə eləyəcək bir müddətdir. Gəlin baxaq. Let's go. Bura baxın, zəhmət olmasa. The shift from, okay. Bunu çəkim. Warm conditions to extreme cold can take only a few decades. Okay. Sonra decade 10 illik deməkdir. Deməli, bu oldu doğru. Sonra keçdik 6.2-yə. 6.2-yə baxaq. 6.2-də deyir ki, Qrenlandiyadakı tədqiqatçılar iqlim dəyişikliyinin yavaş bir proses olduğunu irəli sürən ilk şəxslər idi. Bu yanlış fikirdir. Nəyə görə? Mətndə var ki, bir saniyə, hansı tərəfdədir? Qoy baxım. Mətndə var ki, o çox qəfil baş verirdi, yavaş baş vermirdi. Burada to sudden-dan slowly sözündən çaşdırmışıq sizi. Okay, bir dənə tapın. Burada to sudden yuxarıda olmalıydı. Baxın burada. When the first results from Greenland appeared, many researchers found them hard to accept because the change seemed too sudden. Çünki çox qəfil olduğunu göstərirdi, sürətli olduğunu göstərirdi. Amma orada verilib slow, yəni yavaş bir prosesdir. Ona görə 6.2 olacaq yanlış. Baxın, burada slow. Yavaş bir proses olduğunu deyən ilk şəxslərdən idi, amma yavaş bir proses deyilmiş. Sonra 6.3-ə baxırıq. Burada apostrof olmalıydı. Niyə belə düşüb? 6.3-də keçmiş isti dövrlərdə yer kürəsinin iqlimi tez-tez davamlı sabitlik dövrlərlə yaşayırdı. Yəni, iqlim stabil idi də. Cavab səhv olacaq. False-dur. Nəyə görə? Çünki mətndə deyirlər ki, buzlaq dövrləri arasındakı isti dövrlər həmişə sabit deyildi. Orada were not always stable olmalıdır. Gedək baxaq.
Burada baxın, constant stability verib. Daimi sabitlik də belə deyək, stabillik. Amma stabil deyildi. Ona görə 6.3 yanlışdır. Bir dəqiqə mətnə gedək. Warm periods between. Aha, baxın, buradadır. Yuxarı aşağı çəkmək biraz çətinlikdir, amma no problem. Warm periods between. Bunu sarıda işarələyə bilərəm. Between them were not always stable. Gördünüz? Okay. Ona görə yanlış oldu. Sarı ilə göstərəndə daha yaxşı olur. Okay, bu da 6.3. Keçək 6.4-dən. Bu arada qeyd edim ki, situasiya tipli testlərdən 4 sualı doğru yazdığınız təqdirdə 1 bal, 3 sualı doğru yazdığınız təqdirdə 0,5, 2 sualı doğru yazdığınız təqdirdə isə 0 bal əldə etmiş olursunuz. 6.4-də belədir. Deyir, okeanın dibindən alınan materialların təhlili alimin fikirlərini gücləndirən sübutlar təmin etdi. Bu doğru fikir idi. Çünki onu orada olmalıydı. Supported parts of his theory. Onun belə deyək də nəzəriyyəsini, ideyalarını support eləyirdi. Dəstəkləyirdi. Göstərəcəm sizə. Yuxarı aşağı çıxanda biraz çətinlik yaradır. Later study söz olmalıydı. Let's go. Later studies, sonuncu araşdırmalar. Okean dibinin sonuncu araşdırmaları onun teorisini, yəni nəzəriyyəsini dəstəklədi. Okay. Sonra keçək 7-ci suala. Deməli 6.4 oldu A variantı, yəni doğru. 7-də deyir ki, cümləni tamamlayın. Yer kürəsinin the belief that the Earth's climate system is influenced by a variety of complex processes. Yer kürəsinin iqlim sisteminin müxtəlif mürəkkəb proseslərindən təsirləndiyi inancı. Görək hardan yaranır, nə demək istəyir. Burada B variantı olar. Nəyə görə? B variantında izah belədir. Explains why some major ice age occurred at unanticipated moments. Bəzi böyük buzlaq dövrlərinin niyə gözlənilməz anlarda baş verdiyini izah edir. Okay. Mətnin sonlarında olmalıydı. Orada deyirdi ki, yerin iqlim sistemi çox mürəkkəbdir. Bir çox proseslərin təsiri altındaydı. İzah eləyə bilmirdi. Gedək baxaq, görək hardadır. Axırlarda olmalıydı. Let's go. Baxın, elə axırıncı abzasda. They cannot fully explain. Cannot. Bura fikir vermək lazımdır. Diqqətli olmaq lazımdır. Cannot fully explain. İzah eləyə bilmirlər də. Unexpected var. Gözlənilməz vaxtlarda bu niyə baş verir? This shows that Earth's climate system is complex and influenced by many different processes. Bu da onu göstərir ki, yer kürəsinin iqlim sistemi mürəkkəbdir və müxtəlif belə deyək də proseslərdən asılıdır. Proseslərin təsiri altındadır. Okay, so let's go 8. Getdik 8-ə. Stable nə deməkdir? Stable sabit mənasındadır. Fixed olacaq C variantı. A variantında frozen donmuşdu. B variantında anlamaq çətin olan complicated olardı da.
D variantında tez-tez baş verən frequent. E variantında da şeydir, səma cisimlərinin hərəkətindən bağlı idi. Deməli, 8-də oldu doğru cavab C variantı. 9-a baxaq. What is the limitation of Milankovitch theory mentioned in the text? Deyir ki, Milankovitch nəzəriyyəsinin çatışmazlığı, limiti, məhdudiyyəti nədən ibarət idi? Bu da axırıncı abzaslarda olmalıydı. Niyə gözlənilməz vaxtlarda baş verdiyini göstərmirdi. Biraz öncə qeyd etdiyimdən eynidir, eyni fikirdir. Burada da bir variantı olar da. A variantında səhv ondan ibarətdir ki, okean çöküntüləri bir nəzəriyyəni təqsib etmirdi. Okay. Sonra B variantında deyir ki, B variantı doğruydu. Çünki it cannot provide a comprehensive explanation for why certain ice age occurred when they did. O müəyyən buzlaq, belə deyək də, dövrlərinin niyə həmin vaxtlarda baş verdiyini tam əhatəli izah verə bilmirdi. Comprehensive explanation, yəni ətraflı izah verə bilmirdi. C variantında completely rejected, tamamilə rədd edilmişdi. Ümumiyyətcə, əvvəlki dərslərdə də qeyd etmişik, oldu, completely'dir, tamamilə, yalnız, just'dır, always, həmişə, never, hardly sözləri olanda variantlar 80% hallarda səhv olur. Burada da deyir ki, alimlər tərəfindən tamamilə rədd edilmişdi. Amma rədd edilməmişdi, qəbul edilmişdi. Sadəcə səbəb yox idi da. Daha sonra D variantında deyirdi ki, yerin əyilməsinin təsiri yox idi. No impact, amma impact var idi. G variantında deyir ki, only. Deyir ki, ancaq belə deyək də kimyəvi izlərə fokuslanıb. Ice'lara, yəni buzlaqlara fokuslanmayıb. Amma səhv idi bu da. Deməli, doğru cavab olacaq burada B variantı. Axırıncı abzasda var. Bir də göstərim. Not bu, elə budur. Today, scientists agree that Milankovitch cycles affect climate, but they are not only the factor. While this cycle suggests another ice age could begin in the distant future, they can't fully explain why some major ice ages happened at unexpected times. Okay. Sonra hansı qaldı? 10-cu sualımız. Keçək 10-cu suala baxaq. 10-cu suala baxaq. Hansı sualın cavabı var? Gəlin birə baxaq. What materials do scientists analyze to reconstruct past climate condition? Alimlər keçmiş iqlim şəraitini bərpa etmək üçün hansı materialları analiz edirdilər? Orada birinci cümlədə sediment sözü var idi. Birinci cümlə idi elə. Sediments from the Atlantic seabed and ice cores from Greenland. Atlantik dəniz dibindən çöküntülər. Bir də Qrenlandiyadan buz nümunələri. Ona görə bir doğrudur. Sonra ikiyə baxaq. When did the planet experience a short warm phase that caused glaciers to move back? Planet nə vaxt buzlaqların geri çəkilməsinə səbəb olan qısa isti mərhələ yaşadı? Orada təxminən 40 min il əvvəl var idi. Gəl bir dənə ora baxaq. Sediment onsuz da biləcəksiniz. Birinci cümlədədir.
Belə gedib çıxmaq çətin olur deyə hər dəfə. Okay, baxın 4000 əvvəl. 4 nədir? 40.000 il əvvəl. Short form face. Okay. Bu ikinci abzasdaymış. Bir dəfəlik sediment sözündə göstərin. Burada var. Have studied sediment. Bu sözdür. Okay. Sonra keçək növbəti. Bir doğrudur deməli, 2 doğrudur. Gəlin 3-ə baxaq. 3-də how did the development of farming help early humans stabilize the global climate? Mətndə əkinçiliyin iqlimi sabitləşdirdiyi deyilmiş. Sabit iqlimin əkinçiliyə imkan verdiyi deyilir. Yəni elə bir şey yoxdur. 4, yəni 3 səhvdir. 4 ona görə səhvdir ki, why did 19th century astronomers reject the idea of frozen northern hemisphere? Orada niyəsi yox idi. Controversial olduğu deyilirdi. Yəni mübahisəli olduğu deyilirdi. Amma konkret cavab yox idi. Ki 19-cu əsrdə nəyə görə donmuş şimal yarımkürəsini rədd elədilər bunlar. Controversial, yəni mübahisəli. Baxaq. Aha, bura baxın. In the 19th century, the idea that large parts of the northern hemisphere was covered in ice was controversial. Okay. Bu da belə getdi. Deməli, hələ ki 1 və 2-ci doğrudur. Baxaq 5-ci suala. 5-ci sualda deyir ki, why were some researchers initially skeptical of the data gathered from Greenland? Niyə bəzi tədqiqatçılar əvvəlcə Qrenlandiyadan toplanan məlumatları şübhə ilə yanaşırdılar? Çünki dəyişikliklər çox qəfil görünürdü. Too sudden sözü var idi. Gedək baxaq, 6 nöqtələrdən birinin də cavabı idi. Too sudden. Aha. Bu cümlədə cavabı. Found them hard to accept. Çətin etmək, qəbul etmək çətin idi. Çünki dəyişikliklər çox qəfil baş verirdi. Okay. Sonra keçək növbəti mətnə. İndi isə ikinci mətnə davam edirik və daha asan və tez olsun deyə bəzilərini highlight elədim ki, gözümüzün qarşısında olsun. Baxaq. 11-ci sualda deyir ki, all the energy taken from wind, rivers, ocean will be temporary. Deyir ki, okeandan, çaydan, küləkdən götürülən bütün enerjilər müvəqqətidir. Amma müvəqqəti deyil. Külək enerjisi məsələn daimidir. Yəni bunlar daimidir. Ona görə cavab B-də yanlışdır. 2-də difficulty in extracting oil will affect its price. Neftin çıxarılmasındakı çətinlik qiymətə təsir edəcək. Bu doğru olmalıydı. Çünki çətinliklər var idi deyə bu da qiymətin bahalaşmasına gətirib çıxarırdı. Yuxarılarda olmalıydı. Aha, burada. As oil becomes rare,
it will become harder to extract. It will therefore become more expensive than other source of energy. Okay. Sonra 11.3'te some types of fuel consist of plant oil. Bu da doğruydu. Çünkü burada plant oil. Okay. For instance, some types of fuel called biofuels already sunflower oil. 6.4'te scientists are improving cars, houses and other things that use little oil. Maşınlar, evlər və başqa şeylər inkişaf etdirirlər ki, hansı ki, çox az neft tələb edir. Bu da doğruydu. Üçüncü abzasda cavabını tapa bilərsiniz. Çünki bu artıq elektrikli olacaqdı. Yağın və qazın istifadəsi azalırdı. Hətta power station are being closed. Stansiyalarda belə deyək də neft qaz doldurma məntəqəsi bağlanırdı. Qaz da getdikcə bahalaşırdı qıtlığa görə. Sonra 12'ye baxaq. Extract nə deməkdir? Extract çıxartmaq, dartmaq. Cavab C. 13'te deyir ki, 4-cü paragrafa uyğun gələn cümlə hansıdır? Gedək baxaq 4-cü paragrafa. 4-cü paragrafda həmişə cümlələr arasında məntiqi ardıcıllıq olmalıdır. It is cleaner than oil and easier to extract. Deyir ki, o yağdan daha təmizdir və çıxarması da daha asandır. There is also more gas than oil under the ground. Torpağın altında neftdən çox qaz var, daha çox qaz var. Demək, söhbət qazdan gedərdən. Baxaq. A variantı olacaq. For the time being, gas will be an important source of energy. Bir də sunflower'dan gedir. Sunflower günə baxan yağı təmizdir, əlaqəsi yoxdur. C variantına deyir ki, alimlər yağın yeni formasını hazırlayırlar, əlaqəsizdir. D variantı da əlaqəsizdir. Y variantında yağ oil will always cause pollution. Həmişə çirklənməyə səbəb olur. 4-cü paragrafa uyğun deyil. Doğru cavab oldu. 13'te A variantı. 14'te engineers go on finding out sources of oil, but mühəndislər neftin mənbəsini tapmağa davam edirlər, amma torpağın altında olan neft, yağ əbədi deyil. Çünki forever davam edə bilməz, həmişəlik davam edə bilməz. Gedək baxaq. Qeyd eləmişdim, burandan elə gəlir. Tamam, bu değildi, bəli. Aha, burada yazılır. No infinite yazılır. It will not last forever. Həmişə davam eləməyəcək, yəni bitəcək, tükənəcək. Təbii ki, digər variantların tərcüməsi ilə də çıxa bilərik. Baxaq, B variantı deyir ki, onlardan heç birinin insan həyatına təsiri yoxdur. C variantında deyir ki, insanlar 20 yaşlarında bunu görməyəcək. D variantında deyir ki, elektrikdə daxil olmaqla havanı çirkləndirir. Y variantında deyir ki, qaz önəmli deyil. Amma önəmli idi. Cavab olacaq A variantı. 14'te də A variantı. 15'te hansı sualın cavabı vardır? Which of the following question does the passage answer? Bir də deyir ki, axırıncı dəfə alimlər nə vaxt
Enerji mənbələrini tapdılar, yox idi. 2-də deyir ki, neçə alim cəlb edildi bu prosesə, yox idi. How many, how much olan cavablar əksərən səhv olur. 2-də deyir ki, 3-də daha doğrusu, where is electricity produced by different method today? Harda müxtəlif yollarla istehsal edildi? Britaniya idi, səhv eləmirəmsə gedək. Aha, 3-cü abzasa baxın, qeyd etmişəm. It will have produced in Britain in several different ways. Okay, sonra 4-də deyir ki, yanacaq bitkilərdən necə hazırlanır? Necə hazırlandığı prosesi yox idi. Sadəcə deyilirdi ki, sunflower günə baxan yağından, bitkisindən hazırlanırdı. Buralardaydı, baxın. Forms of oil, bitkiləri istifadə edərək yeni formalar yaradırdılar. Əksər bitkilərdən gəlirdi, amma necəsi yox oldu. Daha sonra 5-də deyir ki, nə üçün insanlar nuklear power stationları istəmirlər? Nə idi səbəb? Səbəbi burada göstərilmişdi. Yanacaq doldurma məntəqələri bağlanacaq. Çünki onlar artıq baha idi. Ona görə də insanlar bunu istəmirdilər. Okay. Sonra keçdik 16-ya. 16-cı tərcümə etmək lazımdır. Okay. On 16 ilə davam edirik. Make-up story. Burada cavab Y variantı olmalıdır. Gəlin birlikdə baxaq. 3 ilə başlamalıdır. I have an absent-minded friend by name Mike. Mənim bir Mike adlı bir huşsuz dostum var. One day I asked him to come to see me on Thursday. Bir gün mən ondan xahiş elədim ki, 4-cü gün gəlsin məni görsün. Sonra 4 olur. When Thursday came, all the guests began to come except Mike. 4-cü gün olanda Mike'dan başqa hamı gəldi, bütün qonaqlar gəldi. Ondan sonra 6 olacaq. On Friday at 8:15, he suddenly rang at my door. 5-ci gün o qəflətən mənim qapıma gəldi. Sonra seeing him at the door, I complained. Qapıda onu görüb mən şikayət elədim ki, sən həqiqətən diqqətsizsən. Bugün 5-ci gündür. 4-cü gün deyil. O da gülür və deyir ki, o 4-cü gün gələcəkdir. Yəni yadından çıxıb 5-ci gün gəlibdir. Bu da bizim bir yumorumuz, anekdotumuz. Okay. Sonra 14-də baxaq. 14-də we have to justify Nick about his behavior no longer. Verilən cümlə inkar cümləsidir. Və aşağıda biz təbii ki Nayzə, Nor və yaxud Ayzə, sonu Ayzə ilə bitən cümlə yazmalıyıq. Və burada biz fikir verməliyik köməkçi feilimiz have to-ya. Have to malı məlidir. Have to-nun sualı inkarı dudazla düzəlir. Və cümlə də inkar cümlə olduğu üçün, çünki burada no var, düzdür. No varsa cümlə inkar cümləsidir. Okay. Baxırıq B variantını çıxaram. B variantında so təsdiqdə olmaz. C variantında Nayzə do olmalıydı. D variantında həm so olmaz, təsdiq cümləsidir, həm did yox, do olmalıydı, ümumiyyətcə səhvdir. G variantında da have-to-nun sualı inkarı dudazla düzəlir deyə has olmaz. Doğru cavab olacaq A variantı. Nayzə və yaxud Nor. Üstəgəl köməkçi feil, üstəgəl mübtəda. Sonra keçək növbəti sual. 18-də deyir ki, düzgün sual cümləsini seç. 18-də avtomatik
B variantını çıxaram. Çünki when'dən sonra have, has, had bitmiş zaman olaraq gəlmiş. B variantı getdi. Ondan sonra C variantını çıxıram. How long, okay, ola bilər. Ondan sonra have you waited olmalıydı. You have waited olmağı doğru deyil. Söz sırası pozulmuşdur. Sonra D variantında since what time has he opened olardı. Yenə haslə, baxın, burada has gəlib keçməlidir. He-nin əvvəlinə burada olmalıydı. He-nin əvvəlində olmalıydı. Yəni hal-hazırda üstündə yaza bilmirəm niyəsə. Okay. Sonra hansı variantlar qaldı burada? Deməli, B-ni çıxdıq, C-ni çıxdıq, D-ni çıxdıq. Have you ever seen? Aha. Have you ever seen olmalıdır. Have ever you seen, yox. Have you ever seen him before olmalıdır. Doğru cavab olacaq A variantı. How long? Ondan sonra köməkçi feil have keçib əvvələ. They been working here doğrudur. Doğru cavab A variantı. Üstündə işarələməyəm də. 19'a baxıram. 19 çox asandır. Nəyə görə? Çünki small adjectivedir, yəni sifətdir deyə. Sifətlə so that bağlayıcı olur. Ya so that'dir bağlayıcılardan, ya such that'dir. Suchdan sonra isim gəlməlidir və yaxud sifət plus isim gəlməlidir. Ona görə doğru cavab qalır D variantı. Digər, məsələn, B-ni izah elədim. As that'dir, very that'dir. Belə bir bağlayıcılar yoxdur. Yenə deyirəm, əgər sifət varsa so, digər tərəfdə də that olmalıdır. Sonra 20'ye baxıram. 20'də the mother apologized on behalf of her son. Oğlunun adından üzr istədi. Onular birinci tərəfə. Okay. Ondan sonra baxaq görək digər variantlar var. Onu olan bir dənə elə C variantındadır. Aha. For the damage he had caused. O səbəb olduğu zərərə görə, yəni oğlu səbəb oldu. Anası oğlunun səbəb olduğu ziyana görə onun adından üzr istədi. Belə. Sonra bizim var listeningimiz. Hansı ki listeningə baxmadıq. Əslində bütün qruplara listeningin audio skripti, yəni mətnləri göndərilir ki, daha asan olsun. Okay. Bir də challenge-a nəyə görə başlayırdı? Challenge-a başlamaq səbəbi nə idi? Çünki məktəbi bir proje təşkil eləmişdi. Qoy onu göstərim sizə. Əvvəlcədən buraya yazmalıydım. Deyir ki, nə üçün qərar verdim bu projeye? Deyir ki, my school organized an environmental project. Projeni university təşkil edib. Sonra baxaq digər suala. Digər suala keçək. Hansı sualın cavabı var idi? Burada səhv eləmirəmsə B variantı olmalıydı. Çünki nə qədər davam eləyir? Bir həftə idi deyəsən. Qoy baxaq. One week challenge baxın. Bir həftəlik challenge var idi burada. Okay, sonra keçək növbəti suala. Üçüncü sualda nə soruşur?
Passage-dən aydındır ki, daha ətraf mühit sevər, ətraf mühit belə deyək, şuurlu olub, bilir ki, nə etmək lazımdır. 4-də baxaq. Ən çətin olan hissə onun üçün hansı idi? Take-away foodlar idi, yəni özü ilə apardığı yeməklər olmalı idi. What was the hardest part? Hansı idi ən çətin hissə? Take-away food. Ən çətin hissə take-away food idi. Food idi, food yox, food, sorry. Sonra ən asanı hansı idi bəs? Ən asanı isə su içməkdir. Reusable. Təkrar istifadə oluna bilən su içmək idi. Drinking water. Baxın, burada var. Okey, belə. Mənə elə gəlir bitirdik izahı. Axıra qədər izlədinizsə təşəkkür edirəm. Hələlik.